Salam dostlar, gününüz xeyirli olsun. Bugünlər sizlərlə birlikdə 3-cü, 4-cü sinifin Kenguru bu illər düşən imtahan suallarına baxacaq. Nəzərinizə çatdırım ki, bunu video şəklində çəkməmişəm. Səhhətimlə bağlı olan problemlərlə əlaqədar olaraq sadəcə dərs kaydını mən sizlə bölüşəcəm. Yəni biz bunu dərsdə baxmışıq uşaqlarla və sadəcə öncədən bu girişi etmək istədim. Belə isə videoya başlaya bilərik. Yubanmadan uşağa tez-tez baxacağam, yaxşımı? Nə dərəcədə tez-tez baxacağam özüm bilmirəm, amma bacardığım qədər tez-tez baxmağa çalışacağam. Quit vereyim bundan. Don't save. Okay. Əli kiçik kubları birləşdirərək üçüncü kub düzəldir. O hər addımda sadəcə bir kub əlavə edir. O fiqurun şəklini fərqli anlarda 5 dəfə çəkir və aşağıdakı 5 şəkli alır. Onun 4-cü şəkli hansıdır? Hər dəfə nə qədər kub əlavə edir? O hər addımda sadəcə bir kub əlavə edir. Bu 5 şəklin 5-i də 10-dur. Onu da belə çıxır da. Sayı daha az olanın 4-cü. Birinci budur, ikinci budur, üçüncü budur, dördüncü budur, beşinci də budur. Bu sayda sual demiş. Elə bildim ki, əlavə olunan da saymalıyıq. Dəqiq hansı olmalıdır. Burada bir də A sadəymiş. 2 Simona 4. Burada yəqin ki hamısı boşluq imiş deyə. Yəqin ki hamısı boşluq imiş. Simona 4 dənə 2 0 2 5 rəqəmlərini 4 qutuya yazır. Hansı sıralama onun üçün ən böyük nəticəni verəcək? Deməli 2 0 2 5 ancaq toplama çıxmadı mı? Çıxma yerinə 0 yazaram ki, mümkün qədər az çıxsın da. Qalanları nə yazsa yazın. Məsələn yaz bura 2, bura 2, bura 5 yaz. Nə istəyən yaz, əsas ki, çıxmaya bir də 0 qoyursunuz. Zaten hamısı qalan toplamadır və siz bilirsiniz ki, toplananların yeni dəyişən olmurdu. Cəm dəyişmirdi, düzdür uşaqlar. 4 5 9. Burada indi ona uyğunları mı veribdi? 0 3-cü olan da, yəni 0 3-cü olan olmalıdır. Bir də görürsünüz burada 0 3-cüdür. Y variantı. Salam Nərminə, salam. Hansı ipin uclarından çəkdikdə düyün əmələ gələcək? Baxaq, deməli bu boşdadır. Görürsünüz çəksən aparsan çıxıb getəcək. Bu da boşdadır. Çəksən gedəcək. Bunu belə çəkəndə bu yandan keçirirsən düyün əmələ gəlmə ehtimalı vardır. Bu bunun altından yoxdur. Bu bunun üstündən keçsəydi düyün əmələ gəlir. Burada düyün əmələ gəlmir. Bax bu. Görürsünüz bax. Bu bunun altından yox, üstündən keçəndə bax buradakı kimi bax belə. Çəkdiyimiz zaman düyün əmələ gəlir, amma altından çəkəndə isə o bunu vurub içərisindən çıxardır atır oynadı. Yəni ki burada düyün əmələ gəlmir. Prosta ip belə dolaşır, axırda elə bir ki bir-birindən çəkilib çıxa bilirlər. Amma belə bir formada biri altdan, biri isə bu birisinin üstündən gedirsə artıq burada nə edir? Avtomatik olaraq düyün əmələ gəlir. Y variantı düzdür. Kimindir görəsən? Kimin testidir? Hələ ki düz gedir, hə? Hələ ki düz gedir. Larisa əlindəki pəri fırladır, verilən pərlərdən hansı onundur? Deməli, pərin stabilliyi qalmalıdır. Qara ilə boz həmişə yanaşı olmalıdır və birinci qara sonra boz olmalıdır. Saat əqrəbi istiqamətində həmişə qara ilə boz yanaşı olmalıdır. Məsələn, qara boz. Bunda problem yoxdur. Məsələn, burada qara boz problem yoxdur. Burada boz qaradır. Görürsünüz, bu olmaz. Burada artıq səhv eləmirsən. Kim idisə bu artıq səhv eləyibdir. Nə olursa olsun həmişə ardıcıllıq qorunmalıdır. Qara sonra boz gəlməlidir. Burada boz qara gəlibdi. Burada da boz qara gəlibdi. Burada qara boz. Bunlarda elə ki sıxıntı yoxdur. Bu üçü. 1 2 3 bu üçü qalır. Və qara boz boş ağ qara. Qara boz ağ ağdır. Qara boz ağ ağdır. Qara boz ağ qara. Cavabımız odur ha. Y variantı. 4-də də Y idi. Deyəsən cavabları qrupa atmışlar. Bilmirəm cavablar yəqin ki yoxdur. Sadəcə mən sürətli izah eləmək istəyirəm. Çox enerjim yoxdur yəni yalan deyim. Ben o dirəm ki bəs video atdıq ki bir günümüz, ondan sonra digər 3 günümüz ancaq yatmaqla keçdi. Normalda zərdə əks üzlərdəki nöqtələrin cəmi 7-yə bərabərdir. Veriləndə hansı normal zər ola bilər? Deməli, eyni vaxtda ikisinin cəmi görünməməlidir. Yaxşımı? Biz ona diqqət etməliyik. Məsələn 6 ilə 1 eyni vaxtda görünə bilməz. Çünki qarşı üzlər heç vaxt eyni vaxtda görünmürlər. Qarşı üz bizdə necə bir şeydir uşaqlar? Məsələn, bu karovkanı mən necə tuturamsa tutum, bunun arxası ilə önünü eyni vaxtda görə bilməzsiniz. Heç bir evin, heç bir binanın eyni vaxtda önü ilə arxasını görə bilməzsiniz. Söhbət kub şəkillilərdən gedir. Məsələn, belə tutmuşamsa da, yəni
Buranı görə bilərsən, buranı görə bilərsən, düzdürmü? Əgər buranı görürsənsə, deməli onun qarşı tərəfi olan bunu görməyəcəksən. Buranı görürsənsə, əgər bax bütünün görürsənsə, deməli onun qarşısı olan bu üzü görməyəcəksən. Bu səbəbdən də heç bir bina, heç bir struksiyada nədir? Kub şəkilli struksiyada qarşı üzləri eyni vaxtda görmək mümkün deyil. Yəni siz burada cəmləri 7-yə bərabər olandısa, 5 nə 2 eyni vaxtda görənməz. Çünki 5 nə 2-nin cəmi 7-dirsə, bunlar eyni vaxtda görünməməlidir. 5 buradadırsa, 2 arxada olmalıdır. Təbii ki, imtahanın özünüzdən sərə parası deyirsiniz ki, 1 ilə 6 cəmi 7 edir, eyni vaxtda görünməz. 3 ilə 4 cəmi 7 edir, eyni vaxtda görünə bilməz. 5 ilə 2 eyni vaxtda görünə bilməz. Amma bunlar eyni vaxtda görünə bilərlər. Çünki 1-in arxasındakı 6-dır, 5-in altındakı 2-dir, 4-ün arxasındakı isə nədir? 3-dür. A variantı nədir? Düzgün cavabdır burada. Sonra 5-də deməli, hə burada 6 buradan başlayır. Alex yerdə bəzi xətlərə basıb onun ayağının altı hansıdır? Ay Allah, bu nədir? Biz buna diqqət edirməliyik, hə? Burada belə parça getməlidir, belə. Yumrudur, görsən düzdür bu. 2 də variant ola bilər. Bu heç deyil də. Bunda çox yaxındır. Bu görənməyəcəm, bu xəttiyibdir özü də. Düz xəttiymiş görürsən, ovalıymış. Bu da çox yaxındır, görürsünüz uşaq, bax bu da olmayacaq. Bu çox uzaqda olmayacaq. Çox yaxında olmayacaq. Bu ödəyir, buradakı xres ödəyir, altdakı bu ödəyir, yəni B variantıdır. Sadeymiş, yaxşı, Allahımız gətirdi. 7. Kenguru Kenny, məktəbdən sonra. Məktəbdən uzaqlara göstərildiyi kimi gedir. Daha sonra o zooparkdan göstərildiyi kimi gedir. Bu nədir? Kenguru Kenny məktəbdən, hə, burada oynam. 2 də yuxarıya, 1-2 də diagonal, 1 dənə aşağıya, 4 də sonra. Tamam. Daha sonra zooparkdan göstərilən kimi gedir. O hansı evə çatacaq? Deməli, zooparkdan 3 dənə gələcək. 1, 2, 3. Gəldi, çatdı, bax bura. Gördünüzmü? Düz getdi. 2 dənə diagonal getməlidir. 1, 2. Gəldi bura. 2 də yuxarıya getməlidir. 1, 2. Bu evə çatacaq. Bu ev hansıdır? A variantıdır. Bəsit sualdır. 8. Sana verilən çubuqlardan hansı pəri düzəldə bilər? Ayda, bu sual nəfsi atıblar mənə. Bunun biri şeydədir, biri sağda, biri soldadır ki. 9-cu sualdır bu. Ayda. Deməli, 2 üç bucağı eyni tərəfə baxır, kvadrat üç bucağı eyni tərəfə baxır, 2 kvadrat hayır tərəfə baxır. Bir şey yadımızda qaldı. 2 kvadrat eyni tərəfə baxmalıdır. Burada görürsünüz uşaqlar. Deməli, 2 üç bucaq eyni tərəfə baxmalıdır. Biri amma aşağıda, biri yuxarıdadır. A variantı ola bilməz. 2 üç bucaq eyni tərəfə baxmalıdır. Burada da görürsünüz, biri aşağıya, biri yuxarıda ola bilməz. 2 üç bucaq eyni tərəfə baxmalıdır. Ümumiyyətlə burada 2 dənə eyni tərəfə baxan üç bucaq yoxdur. Bax, nə bunda, nə bunda, nə bunda elə bir şey yoxdur. 2 üç bucaq eyni tərəfə baxmalıdır. Burada düzdür. Kvadratın biri aşağı, biri yuxarıya, bunun biri aşağıya, biri ikisi də eyni tərəfə baxmalıdır. Bu düzdür. Y variantı olacaq. Hər zaman daha aşağı. Ehtimal qarşı D-yə baxaq. D-də də 2 də üç bucaq nədir? Bir aşağı, biri yuxarıya baxır. Y variantıdır. Davam çox ləng gedirik. 9. Əziz və bacısı oyun dükanlarında balıq qulağı və muncuqlarla ödəmə edirlər. Hər balıq qulağının qiyməti 6, hər muncuğun qiyməti isə 1-ə bərabərdir. Verilənin hansının toplam qiyməti 16-ya bərabərdir? Asandır ki. Deməli, özü seçdiyi variantı baxaq, yəni ki, düz tapar. Hər balıq qulağının qiyməti 6-dır. 6, 6, 12. Hər muncuğun qiyməti isə 1-dən, 4-də də 1, 16 hissədir bizdən, bəli, doğrudur. Y variantıdır burada cavabımız. Anna, Bonnie və Clara'nın hər birinin boş qablarında kenguru formalı peçenyelər var. Anna, Bonnie, Clara, nə deyir? Daha sonra onlar qabda qalan 15 peçenyelər aralarında elə bölüşdürürlər ki, sonunda hər birinin eyni sayda peçenyesi olur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 hərəsində nə qədər düşməlidir? 4, 4, 4 düşməlidir da, düzdürmü? Sualda nə istəyir bilmirəm. 11-də, haradadır bu 11? 10. Anna əlavə neçə peçenye düşdü?
Onlar qabda qalan 15 peçeni aralandı. Ha, okey bildim. Ha, varlardı. Pürüzdə 15-i mi paylayıcı alan? Ha. O zaman özlərində 12 idi. 15 də qabda qalıbsa 12 üstə gəlsin 15. Ümumi 27 də peçen etsə hərəsinə nə qədər düşməlidir? 9, 9, 9 düşməlidir hərəsinə. Düzdür? 9, 9 düşürsə Annada zaten 3 dənə var. Deməli Anna 2-dəyə götürməlidir. 6-dəyə götürməlidir ki, onda 9 olsun. Anna 6-dəyə götürməlidir. Bonnie 5-dəyə götürməlidir. Clara isə nə etməlidir? 3, 2, 5, 4-dəyə götürməlidir. Başa Anna'ya 6 diye düştü. O sözü dikkat edememiştim hiç. 6 şey variantı var. Burada səhv yazıldı. 11. Səhər 5 olsun hər birinin bataryası tam dolu eyni telefonları var idi. Sabah məktəblilərə salına biləcək ən mükəmməl sualdır ya. Telefonu falan. Məktəblilərə bunu aşılayın sonra deyin ki, uşaqlar telefondan çıxmırlar. Səhər 5 olsun hər birinin bataryası görüm elə batareyalar ölsün. Tam o dolu eyni telefonları var idi. Axşama doğru Əli, Anna və Kamran ümumiyyətlə telefondan çıxmaz böyük ehtimal. Əli də 100% çıxmaz. Anna tanımıram amma Əli ilə Kamranı tanımıram ki, bunlar telefondan çıxan deyirlər də. Roblox'un xəstələri də bunlardır. Əli, Anna və Kamran danışdığı müddətin cəmi qədər telefonla danışmış oldu. Əlinin bataryası tam boşaldı. David telefonu hiç işlətməmişdi. David'i sevdik. David'i bağrımıza bastıq. O artıq bizdən biridir. Telefonu heç işlətməmişdi. Hansı telefon Elxan məxsusdur? Ha, bunlar kim yazıb? Bu Elxana, şəkilçilər, yəni yönlü havan, bu yoxdur elə şeylər bunlarda, belə başlayıram da, yəni belə. İsmin hallarının heç birindən istifadə eləməyiblər. Sallayıblar. Deməli, David telefonu heç işlətməyib. Bu David'dir, bu bizimkidir. Özel bilərəkdən görürsünüz uşaqlar. Bax, telefonu işlətməyən adlarını rus qoyublar. Qınadıq. Əli və Anna və Kamranın danışdığı müddətin cəmi qədər telefonla danışmış oldu. Axşama doğru Əli, vergül, Anna və Kamranın danışdığı qədər. Deməli, Əli, Kamran və Anna'nınki ilə birlikdə olsa, Əli bu olur. Başqa cür necə eləmək olar? Bununla bunu toplasam, burada bir şey əldə eləyə bilmirəm. Onda ancaq məcburam ki, bax, bununla bunu toplayaram ki, bu qədər istifadə edib, bu qədər istifadə edib. İkisinin birlikdəsi nə olur uşaqlar? Tam olmuş olur. Deyir ki, bunu bunun üstünə qoyanda nə olur? 50 o qədər işlədib. 50 elə bil ki, canla alıb da telefonu. Zaryadkasını söndürüb də 50 elə bil telefonu. 50 söndürüb, burada Anna'dır, bu Kamrandır ya da bu Kamrandır, bu Anna'dır. Çox da umurumuzda deyil. Hansı telefon Elxana məxsusdur? 2 nömrəli telefon Elxana məxsus olur da. Cavabımız olur nə? Burada da B variantı olmuş olur cavabımız. Ha. Səs falan normaldır uşaqlar, yəni başa düşə bilirsiniz. Haydi də. Hadi verilən hissələrdən hansı ikisi şahmat taxtasını tamamlayır? Birləşdiriblər. Hansı ikisi? Bir də bizə belə bir şey lazımdır. Bu Fıradanda burası ağ olmalıdır. Ağ, qara, ağ. Bu 5. 5 buranındır. Dəqiq. Çünki bura görürsünüz qaraların arasındasa bura ağ düşməlidir burada. Başı da sonunda ağ olmalıdır. Bunda tam tərsində. Başı da sonunda qaradır. 2 ümumiyyətlə heç nəyə aid deyil. Bu da belə. Bunu da bu aşağısıdır. Fırlatma anında burada ağ düşmədi, yuxarısına qara düşmədi. Bu da 1. 1 ilə 5 olacaq cavab. Yəni B var. Bu düz yazılmış. Şöyle kompüterə baxanda gözüm nəfs ağırdı mənim. Dördü fırladın nədir? Deyir, Səməd deyir, dördü fırladın. Dördü fırladanda baxaq gəl necə olur. 500% etdim. Dördü fırladanda qarası düşdü bura. Yaxşı, bax bu 1, 1. Onda 4'ü fırladanda. Sənin bu hissən gəlir sən hara düşür Səməd? Gəlir bura düşür. Sənə bura lazımdır, sənə bu lazımdır. O isə gəlir bura düşür. Məsələn 5 nömrəli parça gəlir bura düşür. Sənə bu lazım deyil axı.
Ora istəmir ki, səndən bura istəyir. Ona görə nə olacaq? 1 və 5 olacaq. Düz yazıb, B variant düz yazıb. 13-dən Rəna fermada 6 ədəd qoyun görür. O bütün qoyunlara ümumi olaraq 210 qram yem verir. O ən balaca qoyuna digər qoyunların hər birindən 2 dəfə çox yem verir. Ən balaca qoyun nə qədər yem verirdi? Aysa o. Deməli, nə etmək lazımdır? Buna x buna isə nə deyirik? 2x deyirik. 3, 4, 5, 6, 7. 7x bərabərdir 210'a, x bərabərdir nəyə? 30'a, yəni x bərabərdir bir 210'u böldünüz 7'yə də, bu da 30 düşür. Bunlara 30 axırıncı heç nə etməlidir? 60 verməlidir. Bəli, cavab düzdür. Ən balaca qoyuna soruşurdu, nə qədər verirdi? Bəli, doğru. 13'dən sonra 14 görə yarıda həm. Tom pizzanı 2 yarıya bölmək istəyir, həmçinin o istəyir ki, hər yarıda eyni sayda pomidor olsun. Cəmaatın dərdinə baxın. O bunu iki fərqli Tom pizzanı 2 yarıya bölmək istəyir, həmçinin o istəyir ki, hər yarıda eyni sayda pomidor olsun. O bunu iki fərqli şəkildə kəsməklə edə bilər. O hansı xəstələr oxuyurdum. Xəstə olanda sən o sən deyilsən. Dayanma, get yıxıl yat. O hansı xətlərdən kəsərək bunu edə bilər? Tom pizzanı 2 yarıya. 2 yarıya bağçadır ki, otursaydı, bu da sual. 2 də fərqli xətlər. Bunu iki fərqli şəkildə kəsmək niyə bilir? Birinci xəttə baxaram. 1, 2, 3, 4, 5, 6, 7, 8 də burada. 2, 3, 5, 6, 7, 8, 9 var. Bir nömrəli xətt olanları çıxdım. Birləri çıxaq, birlər getdi. 2 nömrəli xəttdən bu bağça deyibə keçmə faktayım. Nə tapıb? D tapıb, şu D-dir də. Bu nəyini sayılır? Xəttə baxsan da xəttin solu ilə sağı eyni olmalıdır da. Buna vaxt demək deyəməz, boş sualdır. Zahidə dairələri 1, 2, 3, 4, 5, 6 və 7 ədədlərini yerləşdirir. Aşağı hissədə ya da ki şeyin deyimdən azından 2 ilə 4-də necə olduğunu deyim. 2-də deməli burada 5, 3, 4, 5, 9 dənə buradadır. 3, 2, 5, 5, 4, 9 da. 2 düzdür. 4-də də ki 4 də bax buradan keçən xəttdir. Bunun yuxarısı ilə aşağısı eyni sayda olmalıdır. 3, 5, 8, 9 buradadır. Sonra da digərini saymağa ehtiyac yoxdur. Zaten 18-dədir. Zahidə dairələri 1, 2, 3, 4, 5, 6. Oy. Bütün sekretimiz göründü. Yetişin dostlar. Bütün yazışmalarımı gördünüz şu an. Zahidə dairələrə 1, 2, 3, 4, 5, 6 və 7 ədədlərini yerləşdirir. Aşağı hissədə olan hər dairədəki ədəd olmalı. Nəsrin de müəllim səhvliyi var. Hələ ki səhv yoxdur. Hələ ki qaydası. 5, 4, 5, 6, 7 ədədlərini yerləşdirir. Şu an hər öz qrupuna yazsınlar, biz başlamışıq yəni. Yəni biz çoxdan başlamışıq. Heç o demədiyim yadımdan çıxdı. Mən bildiyim qədərlə keçid bal deyəsən 52 də belə bir şey deyə bilər. Saçma sapan bir rəqəmdir, o yadımdadır. Tam bir rəqəm deyildi, bilmirəm. O yəqin ki indi saytlarında yazarlar, baxmaq olar. Amma konkret bir şeydi. 66. Yəni. Deyirəm belə elə bir rəqəm idi ki şey deyildi. 66 da keçid bal. Zahidə dairələri 1, 2, 4, 5, 6, 7 ədədlərini yerləşdirir. Aşağı hissədə olan hər dairədəki ədəd ona yuxarıda birləşən 2 dairədəki ədədin cəminə bərabərdir. Deyir, aha. 6-nı özü veribdimi? Zaten 1, 2, 3, 4, 5, 6, 7 varsa şalar. Onu şeylə görə bildik ki. Buradakı ədədlərin hamısının cəminədə şalar 7-yə bərabərləyə bilirik. 1-in 6-ını 7-yə bərabərləyə bilirik. 2-lə 5-i, 3-dən 4-ü. Bu sıradan getmək olar. Elə olan halda 6 varsa nə edəcəm? Bura 1 yazacağım. Bura avtomatik düşdü, nə 7. Ardından deməli 1 var, 3. Aşağıda yazsam 4, 3 var. Burada deməli. Gözü görək yox. Da tapanmalıyıq. Biz bu ədədlər yazılıb deyə bu rahat görə bilirik. Elə görənməliyik bunu. Ona bile bunlara böyle bir şey diyeyim. Ulduz orada tamam. Möhtəşəm çizim yeteneğim sayesinde görsünüz şu anda səli gələcəkdi müəllimimiz. Maşallah maşallah gözləyimiz. Bir de 6 verilir be orada.
Qalanların heç biri verilməmişdi. Bir də elə belə prosta şey görək. Yəni kontrol sil. Heç bir ədəd görünmürmüş də, yəni belə başa düşdüm. Yaxşı, bir dənə ulduz burada da o bildik. 1, 2, 3, 4. Aşağı hissədə olan hər dairədəki ədəd, aşağı hissədə olan hər dairədəki ədəd bu ikisinin cəminə bərabər olmalıdır. Tamam. 4 dənə ədəd 3 dənə ədədə verilməlidir. Yaxşı. Böyüyün yanına kiçiyi yazaram uşaqlar mütləq şəkildə. Böyüyün yanına kiçiyi yazdım. Bu yazı yazı tapmadan necə olar ki? Məsələn, yazı yazı tapmaq istəmirəm, amma normal tapılma qaydası. Variantlarla işləməkdən başqa yolu var görürsən. Bu ancaq variantlarla işləməli. 2. Məsələn 2-ni qoydum. Hətta deyirəm ha. Bura asandır da. 6 ilə nəyi toplayacağam mən? Nə ala bilərəm ki? Bu ikisinin cəmi aşağını verməlidir. Hə, bura məcbur mən 1 yazıram. Məcbur. Çünki 6 ilə nəyi toplayasam? Heç nəyi toplaya bilmirəm axı. Yoxdur çünki başqa. Hə, ona görə şölə bura məcburdur. Bura deməli 7-si məcburdur. Hə, tamam ki. Bura bir dənə bu məcburdur. Görün də öbürsünü nə edəcək. 1-dir. İndi bax burada nə edəcəksən sən? Orada nə edə bilərsən? Bura mən 2 qoysam 3 yaza bilərəm. 6 ilə 7-ni işlətmişəm. Bura 5 qoya bilmərəm. Bax, bura 5 qoya bilmirəm. Çünki 1 ilə 5-in cəmi 6 edir. 6 artıq istifadə olunub. 4 qoya bilərəm ya da 4-ü tutaq ki qoyduq. 1 ilə 4-ün cəmi elədi 5, düzdürmü? Hə? İndi biz 4 ilə nəyisə toplasaq belə nə yazıramsa yazım, sıxıntı var. Məsələn, 4 ilə 2 yazsam bura 6 edir, 6 istifadə olunubdur. 4 ilə 3 yazsam biləm 7 istifadə olunubdur. Onun üçün də inşallah məcburam mən bura nə etməyəm? 3 yazmağa məcburam. 1 ilə 3 inşallah bura nə verir? Burada 4 verdi bizə. İndi 1, 7 yəqin ki ulduz burada idi ya. Bu yox, buradaymış yəqin ki ulduz. 1, 4, 3 verdim inşallah. İndi 3 yazmışamsa ancaq nəyi ala bilərəm mən? Ən böyük 5-i ala bilərəm. O da nə edirəm? 2-ni yazıram. Bizə görə ulduz hansının altındaydı? Ha, ulduz buradaymış həmişə. Tamam. Okay. Ulduz buradaymış. Aydın oldu inşallah. Məcbur aparırım şey bizə şey yeməyə ehtiyac yox imiş. Bu qədər düşündürücü bir sual yox imiş ortalıqda. Yaxşı, davam. Tamam, okey, narahat olma. Adil 400 buzağlı hissədə istifadə. Ay Allah, yenə. Əlimiz qolumuz dik durmuruq. 16. Adil 400 buzağlı hissədən istifadə edərək kvadrat düzəldir. Onun istifadə etdiyi 300 buzağlı hissə şəkildə verilir. Tərəfin biri inşallah 5 olduğunu görürsünüz də, düzdürmü? Hə. Deməli 5-in 5-ə düzəltməlidir da, məcburdur. Ən uzun odur çünki. 5-in 5-ə düzəltməlidirsə, bu 1, 2, 3, 4. Oba. Bu daha böyükdür. 6-ın 6-ya düzəltmək məcburiyyətindədir. Bu 4-ü 4-ə də 2 də sətirdir də. Bu buranı tutur. Bax, bu qəşəngcə 4-ün 4-ə bura qoya bilərsən. Qoydun, getdi. Bu burada yerləşdi. Bunu isə şöyle dikine qoyursan. O bu şəkildə. Bunu da dikine qoydun, uzatdın, nəyə qabaqdı? 6 dənə getdi sənin oradan. 2, 3, 4, 5, 6 dənə. Bura 6 oldu, burada 6 oldu. Bizə deməli nə lazımdır uşaqlar? 2-nin 5-ə bir şey lazımdır da. 5 dənə buradan qalıbdı, bax. 5 də buradan qalıbdı. 2 də buradan. 2-nin 5-ə bir şey lazımdır bizə. Baxaq. 3, 3, 6. Maraqlı.
2'nin 6'ya da bu 2'nin 5'e lazımdır, bu yoxdur. Tamam, onda başqa cür qurarıq, onda elə qurmayacaq. Ən azından belə düşünək də, heç nə yox, belə düşünək. 1, 2, 3, 4, 5, 6-dırsa bu 6 vur 6, 36 da kvadratdan ibarət olmalıdır. 36 da mənim əlimdə nə qədər var? 8 burada varımdı, 10 burada varımdı, 6 da burada varımdı. 16, 8, 24 da varımdı. Mənə 12'lik bir şey lazımdır. 12'lik. 3, 6, 6. Ama bu da 12'dir. 3, 4, bu da 12'dir. O zaman diqqətli olmalı. Bunların heç bir 100% değil. 2'dən 12'nin necə olduğuna baxaq. 6 ilə 100% zaten bu olacaq, bu olası değil. O zaman gör nə inmişlər də bunlar. Bunlar bu 2 dənə bunun üstünə qoyub bunu belə uzadılmışlar. Deməli bu 2 dənə diknə 4 də deyil, onlar belə qoyulmuşlar. Bax bax, 4 dənə belə qoyulmuşlar. 100%. O belə qoyulmuşlar şala bunu. Yastısına yox, dikinə qoyulmuşlar. Bax belə, bunu belə qoyur. Bu altını bayaq göstərdiyim kimi qoyur. Belə qoyur, bu heç. Bu öz yerini bilir, bu öz yerini tanıyır. Bu belədir. 3'ün 4'e lazımdır bizə. Cavabımız olur nə? Y variantı. D variantı heç cür istifadə edə bilmirik. Cavab Y çıxır burada. Aha, bu kengurin hər sualında abi parabizon olmalıdır mütləq şəkildə. Bu uğur böceği olmalıdır. 6 böceğin hər birinin 1, 2, 3, 4, 5 veya 6 xalı var. Xal deyəndə bu nöqtələri nəzərdə tutulur. Adəm onları 3 qruplaşdıraraq 4 foto çəkdi. Hər bir böcək şəkillərdə eyni qədər çəkildi. Şəkillərdən 3'ü həmçinin 4-cü şəklin forması göstərilib. Hə, 4-cü şəklin formasında yəqin üstündə bu nöqtələr yox idi, eləmi? 4-cü şəkildə olan 3 böcəyin ümumilikdə neçə xalı var? Neçə şey vardı? 1, 2, 3, 4, 5, 6 xalı. Tamam, bu nöqtələrin cəmi 8, nöqtələrin cəmi 10, nöqtələrin cəmi 12, nöqtələrin cəmi görə 14 ola bilirmi? Burada biz 14 ala bilirik, 6, 5, 3-dən ala bilirik daha. Olabilir axı. 6, 5, 11, 3, 14 olabilir daha. Başka bir məntiq var mı burada? 1, 2, 1, 3. Başka nəsə var? Adam onları 3-3 qruplaşdıraraq 4 ədəd foto çəkdi. Gözə görə 3-3 qruplaşdıraraq foto çəkdi. Hər bir böcək şəkillərdə eyni qədər çəkildi. Şəkillərdən 3 həmçinin 4-cü şəkil. 1, 2, 3, 4, 5, 6. Dörd də şəkildir. 6 də fərqli parab üzərində, düzdür. 4 vurulsun 3. Eləyir 12 dəfə. 12 dəfə istifadə olunursa, hərəsi 2 dəfə istifadə olunur. Deməli, şəkildə artıq 1 ola bilməz. 1 getdi. Şəkildə artıq 5 burada var, 5 burada var. 5 də artıq şeyini doldurubdur. 5 də istifadə olunur. Bu da istifadə oluna bilməz. 2 ola bilər. 2'ni istifadə elədi, bu da getirdi mənə bura olacaq 2. 4 istifadə oluna bilər, bir də 6. 12 yox, düz yazmışıq. Çünki o birisi məntiqlə cavablarda 14'ü bilərəkdən verməyiblər 1. İkincisi versəydilər belə səhv idi. Çok çaşkınlık olmasın diye büyük ihtimalle diyorum. Çünkü 8, 10, 12 diye artırdık ona göre. Nigar kvadrat kağısı şekilde gösterir kimi yarıya. Hayda da. Münevver ne öldürmüşsünüz? Müəllim 6-3 dərs oldu. Müəllim 6-3 dərs oldu. Ne? Heç də anlamadım, Münevver yazdık mı? 6 değil.
Səsi açsın deyim, doğru gedirsiz, 6 deyil. Nə? 6 da 5'lər istifadə olunur. Axı buradakı 6 olur axı. Mən neçə aş deyirsən? 1 getdi. 1 ola bilməz. 3 gedib. Bax 1 2 olur. Bax bu 5'dir, bu da 5'dir. Bunlar da istifadə olunurlar. 5 istifadə oluna bilmir, 6 istifadə olunacaq. Bir də 2 istifadə elədik, qaldı bir də 4 daha. 2 4 6 da 12 illah. Davam. 18 Nigar kağıdı şəkildə göstərək. Hə, bunu heç mən özüm bacarmıram inan. Kəsim biçim işləri mən də bilmirəm amma gözümdə canlandıra bilmirəm. Daha sonra isə yenə yarıya qatlayır. Qatlaya gedir ya. Daha sonra isə uşağımdan ben ağırda bunu alıbdı. İlahi pərverdigara bunadır. Bunu deməli buradan belə böldük. Bir də buradan belə böldük. Belə böldük. Bunu belə kəsib ki, belə açıb belə olub, belə açıb belə olub. Bu da bunu axtaracaq da biz orada. Bu lazımdır bizə. Kəsilən. Deməli kağızın yuxarısını, solun, sağın, aşağısını 4'ünü də kəsdi. Başqa heç nə, məncə elə bir də o tapacaq şu an. Ancaq onu. Bax başqa burasını və burasını elə kəsməlidir. Buralar tin olmalıdır. S deyil, D deyil, Y deyil. Bunları çıxdıq. Bax fikir ver uşaqlar, bax bura görürsüz, bax bu şəkildə. Elə bil ki, bax o hissə bu var ha, bax bunu görürsüz uşaqlar. Bax bu kəsim burada da özündə doğruldur ha. Yəni bu tində diqqətli olmaq lazımdır. Bura özündə doğruldur. Burada eyni qaydadır. Deməli bu tinlərinə toxunmayıbdır. Tinlər kvadrat formada qalıbdır. Böyük ihtimalle bu deyim. Güzelleştirmesi öyle budur. Budur da. Bu kesip de sola sağa falan verir. Bu da elə. Yox, belə kağız kəsə bilməz axı. Gözünüzə deyib. Kağızın burası necə? Hayır, kəsə bilər də. Qatlayıb 4 dənə. Hə, kəsə bilirsiniz. Siz elə beydi. Beydi. Nəsə Allahım gətirdi sadəsi idi. 19 Elnarə qara və boz kublardan istifadə edərək piramida qurur. O kubları elə düzür ki, heç bir üz eyni rəngli digər üzə toxunmur. Aha. Qara və boz renk, qara və boz kublardan istifadə edərək. O kubları düzür. Şəkildəki qara kublardan biri verilib. Elnarənin piramidası yuxarıdan baxanda necə görünür? Elnarə qara və boz kublardan istifadə edərək piramida qurur. O kubları elə düzür ki, heç bir üz eyni rəngli digər üzə toxunmur. Yəqin ki, bu sualı iki eyni səhifədə verməyiblərmi? Yəni eyni yerdə veriblər, bu şəkil atan belə atıbdı bizə. Bununla qəşəngləşərik, gözləyin görək. Ay Allahım. Bakalım. Aha, yuxarıdan baxanda necə? Yaxşı. Yuxarıdan baxanda göründüyünə gəlsək. Yəni bu ağların bu ya budur şəkil, yoxsa bəzilərini verməyiblər. O kublar elə düzür ki, heç bir üzeyinə gətirir. Şəkildə qara kublardan biri verilib. Bu deməli 1 2 yuxarıdan baxanda uşaqlar bax bu necə olacaq? Bu birincisi idi. Bax elə bil ki, belə bir şey olurdu. 1 2 3 4 1 2 3 4 4'ün 4'e bir şeydi uşaqlar bax. Ən yaxşısı çəkib görməyiniz. 4'ün 4'e bir şeydi bax.
İndi baxın. Bu üçüncü sıradakı ortadakıdır. Bax bu qaradır. Bax qaranı belə işarə edəcəm. Bu qaradısa, bunun burası da, burası da qara olmamalıdır. Çünki eyni rənglər bir-birinə dəyməməlidir. Ancaq bununla getdik. Bax bu burası ilə burası qara olmamalıdır. Burası ilə burası ola bilər. Amma yəni bu qaradısa, nə olursa olsun bunun solunda, sağında qara olmamalıdır. Yəni bax bunlar qəti şəkildə qara olmamalıdır yuxarıdan baxanda. Bu qara ola bilməz şu an. B variantı deyil. A variantında problem yoxdur. Böyük ehtimal cavab da A variantı olacaq. Amma o birisilərə də baxmaq istəyirəm. Başqa bizim dəstəyimiz, köməyimiz yoxdur buradan. Yuxarıdan baxırsan sən buna. Yuxarıdan baxanda bax bu birinci şeydir. Ən üstdəki bax budur. Onun altındakı bu üçüdür. Onun altındakı bu 4, bu 5-lidir. Onun altındakı da nədir? Bu 7-lidir. Tamam mı? Belə baxırıq. B deyil. C-də də ki, bax C-də ən üst budur. Bax ən üst budur. Bu 3 dənə qara ola bilməz. Görürsüz, bax bunlar necə qara olacaqlar. C də ola bilməz. C-ni də çıxdıq. Deməli. Bir dənə də A-ya diqqətlə baxaq. A-nın tutaq ki, üstü qaradır. Okey. Onun altındakı ağdırsa, bax şu ala. Bax bu qaradır tutaq ki, lap. Bunun altındakı ki ağ olmalıdır. Onun altındakı ağdırsa, bunlar necə qara olacaq? Bunlar necə ağ ola bilərlər? Ağa toxunmuş olacaqlar axında. Bu da səhvdir. Burada çünki bunun altındakı, bu qaranın altındakı məcbur ağ olmalıdır. Bax, bunun altındakı var. Bax, bunun altındakı bu ağ olmalıdır. O ağa şeylər ağ ola bilməzlər şu an. Bunlar qara olmaq məcburiyyətindədir. Şüşdür. Belə bir şeydir. Mən bu nə üçün çıxdım amma? Hə, burada qaralar bir-birinə toxunduğu üçün, eləmi? Buna toxunan bu qara olmalıdır. Bu qaradırsa. Bu qaradırsa, bunun altındakı ağdır. Bu qara, bu ağ olmalıydı deyirəm mən. Dən gözə görək. O birisinə baxaq. O birisi səhifəyə baxaq görək. Gəldik buna. Amma bu ola biləcək deyirsən. Bu olacaq mı? Bir sıranın hamısı mı elə? Oy, bu nədir? Voş, bu nədir belə? Onda biz belə eləyək də, ən yaxşısı xəritə özümüz çıxaraq da. Neyini də məcbur. Burada xəritə çıxaracam, onunla tutuşdurarıq. Deməli, bu qaradsa şala, bunun yanındakı məcburdur nə olmağa? Ağ, bu təzdən olacaq qara. Bu qaradır, bu ağdırsa bu olacaq nə? Qara. Bu getdi. İndi bu qaradsa uşaqlar, bunun yanındakı ağdırsa, buna bitişi olan qarad. Eyni sırada, bax elə ki bu sırada, bunun bu yanındakı, bu ağ olduğuna görə buna bitişi olan qaradır və qaraya bitişi olan məcbur ağ olmalıdır. Bu ağdırsa, bu qaradır, bu qaradır. Tamam mı? İndi bu ikisi qaradırsa, uşaqlar bu qaradırsa, buna bitişi olan ağdır, deməli onun üstü qaradır. Burada qaradır. Qara, ağ, qaraya gəldi. İndi qaranın altı, bax bu qaranın altı ağ olmaq məcburiyyətindədir. Bu qaranın altı ağdırsa, deməli bunun burası ilə burası, bax elə ki, bunun altındakı ağ olmalıdır. Onun altındakı ağdırsa, ona bitişi olanlar qara olmalıdır. Bu ikisi qara olmalıdırsa, deməli bu qaradır, bu qaradır. İndi o sıra düzək. Qara, ağ, qara, qara, ağ, qara. İşte bax bu. Anı. Belə bir şey lazımdır bizə. Xəritə da məcbur çək. Variantla baxın. Bu burada insafsızlıq da bu belə eləməzsə. İşte D variantıdır. Bu çox çətin sualdır bu arada. Onu görmək çətindir, başa düşmək çətindir. Hələ ikisi bu iki variantı fərqli vərəqə atıblar. Ki uşaq elə bir ki, gələsində belə elə qalsın da yəni. Bunun bir adı var, insafsızlıq. Ha, necə deyil. Bu deyil deyən bizdən deyil. Bu deyilsə bizdən deyil. Uşaqlar A var ya, A2 dünya bir ola bilməz. Siz yuxarıdan baxışı qarışdırmayın da uşaqlar. Kublar bir-birinə toxunmamalıdır. Cavab 100% deyildi. Nəyi deyərsiniz zərrə? Cavab D variantıdır. Şəkildə bir ayın dərsdə daha uzun izah eləyərəm çünki birazdan indi o bir siniflərin dərsi başlayacaq. Onlarda əlavə salmışam, 18 dəqiqə qalıb. Dərsdə təzədən onu sizə izah eləyərəm, amma birinci ən yaxşısı biz nə edirsiniz? Evdə kimdə varsa nərd taxta. Nərd taxta götürürsüz, nərdin içərisində ağ və qara yumru daşlar var da, yaxşımı? O nərd taxta oradakı kimi düzün, bir dənə kub kimi əmələ gətirin. Özünüz görəcəksiniz ki, şuralar hansının altına düşür. O bir dənə qara yerə qara qoyun və heç bir qara bir-birinə toxunmamalıdır. Nə alt üst toxunmamalıdır, nə yan-yana toxunmamalıdır. O nəzərə alsaq o düzüb qutara biləcəksiniz uşaqlar.
O formada düzə bilərsiniz. Üzü gözəllər. Ay gözəllər. Üzü toxunmasına o deməkdir ki, bax bu var uşaqlar. Bunun hər yeri qaradır. Bu qarıya qara toxunmamalıdır uşaqlar. Bax bu qarıya qara toxunmamalıdır. Yəni buradakı məcburdur ki, bax yaxşı burada göstərirəm sənə. Bu ağ olmaq məcburiyyətindədir. Bax bu ağ olmalıdır. Bu da ağ olmalıdır. Yaxşımı? Elə gedə yaxşı. Nə deyək? Deməli ağımız A deməli ağ olacaq, yaxşımı? Qarıya da X qoyacağam. Bax bu ağdır. Ağa heç nə qoymayacağam. Bu ağdır, bu ağ olmaq məcburiyyətində. Bu amma qarı olmaq məcburiyyətindədir. Yaxşımı? Bax bunun burası da qarı olacaq. Düz deyil. İndi bax bu qaradırsa, bunun altında qalan, bax bunun altında buna bitişik olan nə olmalıdır? Ağ olmalıdır da məcbur. O ağdırsa deməli bu da qaradır. Çünki bu qara altındakı ağdır. Çünki bu qaradırsa bu qaranın içərisinə girən var. İnşallah bax o ikinci elə bir mərtəbədir bu. Üçüncü mərtəbə altdadır. O üçüncü mərtəbə altda olan var. Daha doğrusu ikinci mərtəbə budur, üçüncü mərtəbə budur. İkinci mərtəbənin burası qaradırsa, bunun arxasındakı ağ olmaq məcburiyyətindədir. Və əgər bunun arxasındakı ağdırsa, onun üstündəki qara olmalıdır. Bu qaradırsa, bu avtomatik olaraq ağdır, bu da qaradır. Bax belə. İndi bu qaradırsa, bunun altındakı ağ olmaq məcburiyyətindədirsə, deməli bu avtomatik olaraq nədir? Qaradır. Bax yuxarıdan baxanda fikir verin. Bax bu qaradır. Buradan gələn qaradır. Bu sıra hamısı qaradır. Buna bax. Qara, 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 qara. Eyni şəkildə bu qaranın altındakı ağdırsa deməli bu qaradır. Bu ağdır, bu qaradır, bu ağdır, bu qaradır, bu ağdır, bu qaradır. Şo. Bax belə elə bir şey formasında gəlirlər də. Yəni və D variantda toçnusu çəkilir. Görürsünüz ki, mən bax D variantı toçnum bunu əks etdirir. Bax fikir verin. Bax gördünüz necə dağılıblar bax. Gördünüz. İndi mən şeyi çəkməmişəm də öz verdikləri qarada var axı, deyən onu da çəkim. Öz verdikləri qarada budur. Bax görürsünüz necə var. Mükəmməl çizdim, eynarsan. Heç belə şey rəsm çəkməmişdim. 20. Rənglənmiş 2 günü bildirən ədədlərin cəmi 29-dur. Bu ayın ilk günü həftənin hansı gününə düşür? D-də qaralar bir-birinə dəymir ki, bu onun yuxarıdan görünüşüdür. Bu yuxarıdan siz o elə görürsünüz. Bu qara bunlara dəymir, bu dəqiqə ki, ola. Bununla bunlar arasında mərtəbə fərqi var. Bu onlardan yuxarıdadır. Bu ondan bir dənə aşağıdadır. Bu bunlardan bir dənə aşağıdadır. Bu onlardan bir də aşağıdadır. Yəni bunlar bir-birinə qəti şəkildə dəymirlər. Biz ona yuxarıdan baxırıq. Başa düşdünüz? Şəkildə bir ayın heç bir günü yazılmayan kalendar verilib. Nə gözəl. Rənglənmiş 2 günü bildirən ədədlərin cəmi 29. Aha. Bu ayın ilk günü həftənin hansı gününə düşür falanlar fistanlar. Deməli, bu ikisinin cəmi nədir deyir? 29'dur. Tamam. Bu deməli A-dırsa, inşallah bax bu A-dırsa. Bu A üstə gəl 7'dir. Bu A üstə gəl 14'dürsə, bu ondan bir gün əvvəldir. A üstə gəl 13'dür. Deməli A üstə gəl 13 bərabərdir nəyə? 29'a. 2A bərabərdir 29'dan çıxdıq 26. Deməli qaldı 16. A bərabər odur nəyə? 8'ə. Deməli bu ayın 8'i imiş. Bu da ayın deməli nəymiş? Yəni burası siləhdə şöyle buraya ehtiyacımız yoxdur. Bu ayın 8'idir. Bu ayın 15'idir. Bu ayın 22'sidir. Bir əvvəlkisi nə idi? 21'dir. Bu ayın ilk günü həftənin hansı gününə düşür? 8'i deməli bir də qabaq edirik ayın olur nə? 1. Cümə axşamı. D variantda bu düz yazılmış Ruslan aferin. 21 verilmiş fiqur 11 eyni ölçülü kərpicdən qurulub, uzunluğu 100 cm yəni 60 cm-dir. Hər kərpicin ölçüsü nə qədərdir? Hamısı eyni boyda deyir, ha? Tamam. Burası eni 60'da. Eni 60'dırsa eni 60'dırsa bax 1, 2, 3, 4 dənəsini üst-üstə qoyanda bir dənəsinin uzunluğuna denk düşür. Düzdür. Deməli bu x-dırsa, bu da x-dırsa, bu 4x düşür. Deməli x üstə gəl, 4x bərabər olur 6x. 6x 60 cm-dirsə x bərabər deməli nəyə? 10 cm. Deməli bunun biri 10 cm-dir, eni. Bu deməli 10'dur, bu da 10'dur. Bura 40'dır. Bizə nə istəyir?
Hər kərpicin ölçüsünə qədər. Hər su tapdıq da 4 şeyin ona. Onun 40 da B variantıdır burada cavab. Düzgün cavab onun 40-adır uşaqlar. Başa düşdünüz? Bax indi 1 2 3 4 dənəsinin hündürlüyü bir dənəsinin eni boydadır. Görürsüz? Birinin uzunluğu boydadır. Bu da x-dir, bu da x, bu da x. Bu 100 boş-boşla, bu 100 niyə verildi mən də bilmədim yəni. Elə bundan tapa bildik də. Özləri çaşdırmaq üçün verilmişlər və çaşdırıblar da böyük ehtimal. 21-dən sonra 22. Sürətlənək biraz. 5 ilin qaba eyni ölçülü toplar şəkildə kimi qoyulub 24 saatda. Hə, axırıncı fərqdən tamam çatdırıram o zaman. 5 ilin qaba eyni ölçülü toplar şəkildə kimi qoyulub hər bir qaba su tökülü 1, 2 və 3 qablarında suyun səviyyələri eynidir. 4 və 5 qablarında da suyun səviyyələri eynidir və ilk 3 qabdan olan səviyyədən 2 dəfə hündürdür. Yəni sualı fikir vermədim, yenə deyirəm. 5 eyni qaba eyni ölçülü toplar şəkildə kimin qoyulub? Aha. Hər bir qaba su tökülüb 1, 2, 3 qablarında suyun səviyyələri eynidir. Hə, bu üçün eyni. Hə, tamam. 4 və 5 qablarında suyun səviyyələri eynidir və ilk 3 qabdan olan səviyyələrdən 2 dəfə hündürdür. Aha, tamam. Daha sonra bütün toplar qablardan götürülür. Hansı qabda ən az su var deyir. Tamam. Birincisi uşaqlar, bunun içərisində qara var və bununla eynidirsə, deməli buradakı su daha çoxdur. Qabdan şeylər götürülür. Bütün toplar qablardan götürülür. Bax, bunun içərisindəki su 1-2 ilə müqayisədə. Bunun suyu bundan çoxdur. Yaxşımı? Bu deməli belə işarə görürük ki, bu bundan çoxdur. Böyükdür, kiçikdir işarəsini bir üstə inşallah. Deməli 1 böyükdür 2-dən. Bunu yazdım. Ya da ki belə sıralayaq da özümüz üçün. Ən üstdən ən alta doğru yazacağam, yaxşımı? Bax, bu dəqiqə üçün mən gördüyüm odur ki, bunun içərisində 2 dənə top ola bu suyu bundan eynidir. Bunda bir də top var deyə, avtomatik olaraq bu ondan çoxdur. Bu dəqiqə ən çox 1-dir, dalıca gəlir 2 və dalıca gəlir 3. Bunlar bu sırana gedirlər. Çoxdan aza doğru. Ən çox bu dəqiqə 1-dədir. Bunlara baxmışıq. İndi gəldik bura. Burada isə deyir, suyun səviyyəsi ondan 2 dəfə çoxdur. Bax indi. Suyun səviyyəsi bundan 2 dəfə çoxdur. Yaxşımı suyun hündürlüyü. Və içərisindəki top isə 4 də top var. Su isə nə deyim? 2 dəfə çoxdur. En azından belə bir məntiqlə düşünsək ki, bu 3 dənə top elə bu su ilə birlikdə bu səviyyədədir. Bunun yanına biri ilə gətirdiyimizi düşünək 4 dənə məsələn. Bu bir ondan çox ola bilər, amma nə olursa olsun burada tamamilə hiçbir şeydən istifadə etmədən qalan bu su var da yəni. Buradakı sular okey, bunlar götürəndə su aşağı düşsə belə bu suyun içində heç nə yoxdur da ya. Bu su öz hündürlüyüdür. Və nə olursa olsun birdən çox olacaq. Başa düşürsüz uşaqlar. Düzdür, 5 4-dən kiçik olacaq, amma bundan 100% çox olacaq da yəni. Və burada da eyni şəkildə 2 dəfədirsə uşaqlar, bax bunu buradan belə bölsəm, tamam mı? Bax. Bu hələ özü nə olursa olsun bundan çox olacaq. Yaxşımı? Daha doğrusu bundan. Nə olursa olsun. Bundan bəlkə eyni ola bilər. Burası bu dəqiqə eynidir onunla, bax burası eynidir. Amma bunlar götürüləndə burada yenə su qalacaq. Bu da ondan çoxdur. Yəni avtomatik olaraq 1-dən 5 1-dən çoxdur ya yox onu bilmirəm. 5-i 1-in yanına yazıram. Amma 4 bunların hamısından çoxdur. Yəni nə olursa olsun ən az nədədir? 3-də də cavab olacaq nə? Ən az su var ha. Qab 3-də uşaqlar. Ən az su qab 3-dədir. Başa düşdünüz? Yenə deyirəm. Bu əgər 2 dəfə çoxsa bunu buradan çəkəndə özü görürsünüz ki, bunun 2 dənəsinə tuşdur hələ. Hələ 2 zaten bundan çoxdur. Bu hələ bunun ikisinə burası bərabərdir. Bunları götürəndə də orada hələ su var uşaqlar, başa düşdünüz? Bunları götürəndə də orada su var. O səbəbdən nə olursa olsun nədir, bu daha çox olacaq da. Belə yanaşmanın. Yaxşı. Dərsin təkrardan baxarsan da, Zəhra.
Mən hələ ki bu suallardan heç birində uşaqlar şey görmədim. Yəni. Bu sualların heç birində səhvlik görmədim bu arada. Heç bir sualda problem yox idi yəni. Hamısı normaldır. Bir dənə problem o şəkili 2 yerə bölməklərdir. Bir də onu irad tutdum. O da ki, yəni irad tuta bilərəm. Yəni sual səhv deyil. Variantın yarısını orada vermişəm, yarısını burada vermişəm. Heç kəs qarışa bilməz axı. Bu nədir burada abi? Hə, öndəki rəqəmlər mi gizləm? Xanlar onda olan meyvələrin sayını sırasıyla kağıza yazır. Təəssüflər olsun ki, bəzi rəqəmlər boya ilə örtülüb. Onun ümumilikdə 106 meyvəsi var. İki növ meyvənin sayları eynidir. Necə iki növ? İki növ meyvə. Bir meyvənin sayı digər meyvənin sayından 2 dəfə çoxdur. Aha. Armud, banan, bax sayları eynidirsə, deməli son rəqəmləri eyni olmalıdır da. Son rəqəmi 0 olan bir də bu. Yəni son rəqəm başqa heç birində eyni deyil axşılar. 2, 0, 1, 3 heç birinin son rəqəmi tutuşmur. Bir də bundan başqa. Bunda 0-dır, bunda da 0. Deməli mən bura nə yazıram? 3. Deməli almada 30-dur, portakal da 30-dur. Eyni olan budur. Bir üstünə 2 dəfə çoxdursa, yəni hər hansı bir ədədi 2-yə vuranda son 3 ilə bitəsi deyil ki, amma 2 ilə bitə bilər. Deməli bu nədirsə, bu ondan 2 dəfə çox olandır. Başa düşdünüz? Bunların yəni önlərində bunda nədirsə, bu onun 2 dəfə çoxudur. Qalır yerdə bananımız. Tamam. Hər meyvənin sayı, hər meyvənin sayıdır ondan çoxdur. Şu əlaçı. Deməli armud 11-dədir. Bu avtomatik nədir? Mango da 22-dədir, hə? 22, 30, 21, bu da 30. Düzdürmü? İndi cəmləri bərabərləşdirir. Deməli 22 üstə gəlsin, 30 üstə gəlsin, 11 üstə gəlsin, 30 üstə gəlsin, x, yəni bananın sayı. Bərabərdir nəyə? 106-ya. Düzdürmü? Məntiqlə uşaqlar görürəm ki, bu 2-dir, bu 1-dir. Düzdür? Bunun son rəqəmi isə 3-dürsə, mən burada 6 ala bilmirəm. Doğrudur ya yox? Yəni, bu son rəqəmi 3-də mən ala bilmərəm. Deməli, bunu nə etmək lazımdır? Bunun sayını dəyişmək lazımdır. Bir dəqiqə. Son rəqəm necə 6 çıxır? 2, 1, 3. 2, 0, 2. What? Ay, bunun 2-1 zaten burada 3 var da, bu da 3 6 çıxır da. Özümə şey deyirəm ya. 30 30 deməli 60, 22 11 də üstə gəlsin 33, 60 üstə gəlsin 33 eləyirəm. Eləyir 99. Göstərilə botova çıxır da. Deməli neçə olmalıdır o? 13 olmalıdır uşaqlar. 13 olmalıdır ki, neynəsin? 10 üstə gələndə şey deyim, 99 nə deyim? 93. 13 olmalı ki, neçə olar 106 eləsin. $24. Bir cüt tərəzidə 3 fərqli növ fiqur çəkilir və nəticə aşağıdakı kimidir. Bir kvadrat 2 şeydən böyükdür uşaqlar. Ən balaca həmişə nə demişəm? Tapın rəqəmlə ifadə eləyin getsin. Bunlara 1 deyirsiniz, buna nə deyirsiniz deyin. 3 deyin. Bu 3 3 3 9-dursa bu deməli 5 5-dir. Hər növ fiqurun fərqli çəkisi var. Çəkidə 1 2 3 4 5 4 və ya 5 kiloqram ola bilər. Nə gözəl. Fiqurun çəkisi neçə kiloqramdır? Bunun çəkisi deməli nədir? 3. Görə başqa nəsə ola bilər ya yox, ona baxaq. Maksimum 5 ola bilirsə, başqa heç nə ola bilmir. Çünki biz bunu 2 götürsək uşaqlar, bax. 2 2 4-dür gələ bunda 5 ola. Bunlar 5 5 5 15 olurlar. Ona görə bu 8 olsun. 2 dəsə üstələmək üçün. Başqa heç bir variantımız yoxdur. Yaxşı oldu. Ona görə məcburuq ki, bu şəkildə yazaq, tamam mı? Ondan hansı şu 3 şey variantı. Belə uşaqlar, yəni mən açığı şey deyil uşaqlar. Nə 15-də şey var, problem yaşamısan. 15-də bir də baxım, yekunlaşdırıram tez sürətli formada. Nə 15-də bir də cavab alınır. Çünki sən 6 ilə 1-i bura 7 yazmağa məcbursan. Başqa bir şansın yoxdur. 6 ilə 1-də bura 7 yazmağa məcbursan. Bura var ya, ümumiyyətlə 1 yazmağa məcbursan. Aşağıda nə alasın? 6-dan böyük zaten bir dənə 1 yazmalısan ki, ən böyük 7 ala bilirsən də. Başqa heç nə ala bilmirsən. 2 yazası deyirsən ki, 8 yoxdur burada.
Bura 1 yazandan sonra isə bura nə istəyən yazaq da, nə yazaq? Məsələn, 5 yazsan 6 alarsan, 6 yazsan 7 alarsan. Bunları alanməzsən ki, 6 yazılıb, 7 yazılıb, 5-i yazan məzsən, 4 yaz. 1 ilə 4-ün cəmi edir 5. Burada problem yoxdur ki. İndi 4-ün yanına nə yazırsan? 2 yazsan 6 edir, 6 yazılır. Nə yaza bilərsən? 3 yazsan 7 edir, 7 yazır. Yəni heç nə yazan. Deməli sən bura 4 yazan məzsən də. Bura 4 olmur. Məcbursan bura 3 yazıb, bura 4 yazırsan ki, bu ikisi ilə də nə edəsən, bunu alasan. Yəni başqa variant yoxdur ki, burada bir də variant alınır. Yaxşı, o bir sürü dərs başlayış olar, bir şeylər də əlavə salmışam da. Videonun kaydını atacağım inşallah. Kimlər baxmamıza baxarlar, tamam mı? Əvvəlinə və səri qaçıranlar. Yaxşı, oldu uşaqlar. Özünüzə yaxşı baxın. Hələlik sağ olun uşaqlar. Bay bay, sağ olun.